Salam data sevərlər. Sizləri yeni bir kursdan salamlayıram. Bugündən etibarən biz sizlərlə bərabər data mütəxəssisləri üçün Python kursuna başlayırıq. Deməli, bu kurs müddətində siz fərqi yoxdur hansı sahədə olursa olsun, analitika sahəsində, science, engineering və yaxud da business intelligence sahəsində olursa olun, heç bir fərqi yoxdur. Siz Python'ı data mütəxəssislər üçün önəmli olan hissələri ilə tanış olacaqsınız və bunları dərindən öyrənəcəksiniz. Elə isə başlayaq, görək ki, bizim ilk bölməmiz nə olacaq? Əlbəttə ki, data structure. Data structure bizim həmişə kimi ilk bölməmiz olub. Biz burada integer, float, string, boolean, list, dictionary, tuple, set kimi data növləri ilə tanış olacaq. Ondan sonra isə biz funksiyalar və şərti məntiqlə öyrənəcəyik. Burada isə biz kompüter kimi düşünməyi öyrənəcəyik. Deyək ki, funksiyonlar. Niyə funksiyonlar var? Funksiyonlar harada istifadə olunur? Funksiyondan mən niyə istifadə etməliyəm? Sadəcə biz bu bölümdə, yəni deyək ki, sadəcə funksiyonlar belə olur deyib keçməyəcək də, eyni zamanda funksiyonlar nə zaman istifadə olunur və yaxud da funksiyonu biz necə yazmalıyıq, looplar nədir, bu kimi suallara cavab tapacağıq. Və nəhayət ilk kitabxanamız NumPy. Əlbəttə ki, bu sahə ilə əvvəlcədən məşğul olana bilir ki, NumPy bizim üçün nə qədər önəmlidir. Müasir dövrdə artificial intelligence, science, data science və kimi sahələrin daha da məşhurlaşdığı bir dövrdə NumPy bizim üçün əvəzolunmaz bir kitabxanadır. Biz burada rəqəmlərlə necə işləmək lazımdır, matrix nədir, indeksləşmə nədir, bu kimi suallara cavab tapacağıq. Qısa olaraq statistikaya girəcəyik, amma dedim ki, bu bölmə statistika deyil, sadəcə qısa olaraq sizi növbəti bölümlərə hazırlamaq üçün statistikaya bir giriş edəcəyik bu bölümdə də. Və nəhayət Pandas. Pandas data analitika, sciencelər tərəfindən çox sevilən bir kitabxanadır. Amma deyərdim ki, demək olar ki, bütün data mütəxəssislər tərəfindən də istifadə olunur. Pandas əsasən bir şey analizi aparmaq üçün istifadə olunur. Elə bu bölümdə də biz sizlərlə bərabər Titanic datasetini analiz edəcəyik ki, niyə ən çox kişilər öldü? Niyə deyək ki, qadınların ölmə faizi daha az idi? Yəni hansı qrupda olmasından asılı olaraq insanlar daha az mı öldü, daha çox mu öldü? Məsələn, ölənlər arasında da uşaqlar da mı var idi? Bu kimi suallara biz cavab tapacağıq. Dediyim kimi, çalışmışam ki, bu bölümləri sizin üçün daha maraqlı eləyim. Real həyatdan indiyə qədər öyrəndiyim iş təcrübəsindən istifadə edərək sizin üçün maraqlı bir analiz ortaya çıxım. Yəni biz burada sadəcə kod yazmayacağıq. Eyni zamanda bir data science, analitika və yaxud da data engineer kimi necə bir analiz aparmaq olar, bunların vərdişlərini yiyələnməyə çalışacağıq. Bundan sonra isə biz davam edəcək Polarsla. Polars yeni bir kitabxana olsa da get-gedə məşhurlaşır. Niyə məşhurlaşır? Ona görə ki, Big Data məşhurlaşır. İnsanlar daha əvvəllər olduğu kimi balaca bir data ilə analiz aparmaq istəmir də, böyük terabayt datalarla analiz aparmaq istəyir. Bu zaman isə bizim köməyimizə Polars çatacaq. Mən düşünürəm ki, Polars bir neçə ildən sonra bəlkə də Pandasdan da daha önəmli olacaq. Ona görə də məhz bura Polarsı əlavə edirəm. Düşünürəm ki, sizin üçün çox maraqlı olacaq. Ona görə ki, biz burada bizim bu ayımız niyə tənbəldir? Bu haqqda danışmışıq. Polars harda istifadə etmək lazımdır? Bu haqqda danışmış. Eyni zamanda Polarsa, Pandası müqayisəli şəkildə sizin üçün izah eləmişəm ki, sizin üçün daha yaxşı yadda qalan olsun. Eyni zamanda Polarsa da biz xoşbəxtlik datasetini analiz eləmişik və görmüşük hansı insanlar daha xoşbəxtdir, hansı ölkələrdə yaşayan insanlar daha xoşbəxtdir və s. Xoşbəxt olmaq üçün hansı faktorlar ehtiyacdır? Pul mu daha ehtiyacdır, deyək ki, əsas faktordur və yaxud pul mu daha əsas faktordur və yaxud da insanların yaxşı ətrafı olması mı, yaxşı bir ölkədə yaşaması mı və s. kimi faktorlar daha rol oynayır. Ümid edirəm ki, sizin üçün maraqlı olacaq. Əlimdən gəldiyi qədər bunu sadəcə quru kod yazma deyil, belə deyim, quru kod yazma deyil də, eyni zamanda maraqlı mövzular bir ara gətirməklə sizin üçün daha yeni bir
konsept şəklində hazırlamışam. Ümid edirəm ki, sizin üçün bu kurs maraqlı olar. Əgər hər hansı bir feedbackiniz, geri dönüşünüz varsa, zəhmət olmasa bunu bölümün aşağı hissəsində yazın və yaxud da mənə də bu barədə yaza bilərsiniz. Beləliklə gəldik bu bölümün sonuna. Sizi növbəti bölümlərdə görmək üzrə təşəkkürlər.